اللهم صل على محمد ve Ali Muhammed. Esselamu Aleyküm. Cəmiyyən Allah Teala namaz ibadət dualarımızı kabul dərəcəyə yetirsin. Amin. Bu cüməni cəmiyyən təşəyyü əhlinə mübarək eləsin. Amin. Və sonuncu cümə bizim üçün qərar verməsin. Amin. O gün olsun, o cümə olsun ki, o cümədə İmam Zaman ağa zuhur eləyər inşallah. Amin. Bu cüməni bizlərə də dərk edənlərdən qərar versin. Amin. İmam Zaman ağam zuhurun təziminə xatır salavat eşlər. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Esselamu Aleyküm cəmiyyən. Biz Zilhicce ayı yaşayırıq. Yəni həcc ayıdır Zilhicce ayı. Çox şükürlər Allaha ki, həcdə olan hüccacılar yavaş-yavaş gəlməkdədirlər ki, bizlərə də nəsib oldu, həclərimiz gəlirlər inşallah. Allah həcc ziyarətinin arzusunda olanlara həcc nəsib edəsin. Amin. Getdik onları ziyarət elədik ki, ayə-i şərifə ondan qabaq biz bilirik ki, iki natamam iş qalmışdır. Biri həccin əməli idi, biri də gərəkdir ki, Peyğəmbər əleyhissalam sallallahu aleyhi və səlləm yerində vesi, canişin, xəlifə qərar verəydi. Bir də Peyğəmbər əleyhissalama bildirilmişdir ki, ömrünün artıqlarıdır. O cəhətə də Peyğəmbərə Allahın əmri yetişdi ki, gərək sən gedəsən, neynəyəsən, həccin, əhkamını, adabını, düsturatını cəmaatla bahəm yerinə yetirib cəmaata da öyrədəsən. Odur ki, ona həccə tövfidat edirlər. Deyirlər, həmən o zamanda hüccac, yəni həcilər 120 minə yaxın həcilər olub o zamanda. Hər bir yerdən qəbilələr, eşdirlər, kətdən, şəhərlərdən, huzura, Məkkə, Medinə cəmaatı, Taifdən, Yəməndən, Bəsrədən, Bağdad, huzura, hətta elanlar getmişdi onlara ki, Allahın Rəsulü həz ziyarətinə gedir. Cəmaat da sevinə-sevinə gəldilər, qoşuldular. Huzura, yol boyu ilə qoşulmaqda da var idilər ki, bəli, həz əməllərini Cənab Cəbrail əleyhissalam qabaqda Rasulullah'a deyirdi ki, burada ehram bağlar. 10 dənə miqatdır, həmən o miqatları hansı tərəfdə, hansı şəhərdən gələn cəmaat üçün həmən o miqatları ki, orada ehram bağlanırlar, qərar verirdi. Peyğəmbər əleyhissalam da Cənab Cəbraildən öyrənib cəmaatı neynirdi, çatdırırdı. Bəli, bütün Məkkə həccin yanı əmalını Cənab Cəbrail deyib ona və o da cəmaatı onu neynir yerinə getirir və çatdırıb əməl edir. İndi həcdən qaydanda o Qədirxum deyilən yerdə ki, eşitmişsən, Xum, yəni çuxur bir yer idi. Vaxtı ilə su olurdu da, su sonra çöküb, bir çalıb bir şey, çuxur bir yer qalmışdı. Odur ki, həmən o 4 yol ayrıcılığı idi. Cənab Cəbrail əleyhissalam Allahın Rəsuluna nazır olur və ona bu ayəni getirdi. Deyirlər, bu ayə-i şərifə 2 dəfə nazır olur. Bir dəfəli Minada olanda nazır olmuşdu. Həm də Minada olanda ona Nəsr surəsi də gəlmişdi. Bizlər ona İzaca Ənəsullah surəsi deyirik. Və Peyğəmbər əleyhissalam bir qədər həmən bu işi təxirə salırdı. Deyirdi, bəlkəm şayət bunu mən aparım, gedim bu işi Mədinətül Münəvvərədə icra edeyim. Bəlkə burada deyərlər ki, qohumbozluq eləyir, əmsi oğludur, xeyri özünə verir, huzura. Amma Cənab Cəbrail əleyhissalam bir öz surətində Allahın Rəsuluna nazil oldu. 4-5 dəfə Cənab Cəbrail əleyhissalam Allahın Rəsuluna öz surətində görünürdü ki, bu ayəni ona təkrarən dedi, Ya eyyuhər Rəsul, ey Allahın Rəsulü, bəlliq ma unzilə ileykə min Rəbbikə. Rəbbinin tərəfindən sənə nazil olan şeyi gərək təbliğ eləyib çatdırasan. Və inləm təf'əl, əgər etməsən, yəni çatdırmasan, amma bəlləqdə risalət o, onda sən Rəbbinin risalətini neynəmsən, yerinə yetirməmiş olmuşsan. Bəs qorxma sən insanlardan, bəs Allah səni insanlardan qoruyar, kafir olan kəsləri Allah
nədir? Hidayət eləməz. Odur ki, Allahın əmri bu yetişdi, bəli. Odur ki, qabaqdakılar vəsətə gəldilər, geridə olanlar da vəsətə cəmləşdilər. Bu cürə eşitmişsən bu qəziyyəni. Xülasə, Peyğəmbər əleyhissalam üçün dəvələrin, atların yəhərindən bu cürə mənbər misali qərar verildi. Onun üzərinə qalxıb, tuğlanı bir dənə xutbə oxudu. Həm də özünü tanıtdırdı və cəmaata dedi, mən sizə necə Peyğəmbər olmuşam. Hamısı yetkilə dedilər ki, atamızdan, anamızdan bizə əziz olmuşsan. Sən bizə insanlıq verdin, əxlaq, dəyər vermişsən. Sən bizi ədəb elədin, yəni ədəblər ödün. Səndən qabaq çox biz yəni bütpərəst idik. Bu cürə biz sənin gəlişindən biz ruzularımız bərəkət tapdı və insanlığa yetişdik. İndi mən sizə xəbər verim ki, bu dağın damənindən sizə qoşun gəlir, inanarsınız dedilər, əlbəttə. Biz səni həmişə Məhəmməd Əmin və Məhəmməd Sadiq, doğrucu Məhəmməd bilmişik əvvəlindən və əmanətə xəyanət ələyən bilməmişik səni. Əvvəldən Peyğəmbər əleyhissalam bu cürə ləqəblərim var. Odur ki, dedi ki, Allahım mənə buyurur ki, gərək ömrünün sonudur. Ya Rasulallah, sən öz yerində xəlifəvi, çalışınvi, vəsivi gərək qərar verəsən ki, səndən sonra cəmaat bilsinlər ki, sənin yerində olan şəxs kimdir və sənin işlərini aparan şəxs kimdir, ona müraciət edəsinlər. Bəli, dedi ki, mənim yerimdə olan xəlifə, canişini, əmoğlum Əli ibn Əbi Talib'i Allah Taala mənə nədir? Onu qərar verir. Bir nəfər gəldi qabağa, dedi ki, Ya Rasulallah, namaz dedin, yerinə yetirdik. Oruç dedin, yerinə yetirdik. Həcci dedin, yerinə yetirdik. Dedin, zəkat ver, zəkat verdik. İndi də bu əmoğlu deyirsən ki, səndən sonra canışın, vəsiyyün, xəlifəndir. Bunu hardan bilir? Bunu sən yerində, onun yerində qərar verirsən, yoxsa Allah Taala qərar verir. Dedi, Allah Taala onu qərar verir. Mən dinləyəcəyəm ki, onu öz tərəfindən qərar verəm. Dedi, Əli ibn Əbi Talib'i əgər Allah sənin yerində qərar verir, onda mənim başıma bir dənə daş düşsün. Deyirlər, bu adamın adı Hərs ibn Nöman idi. Çox məlhumdur. Bu cürə, bəli, Quranda ayə var, surə vardır. Həmən o surənin əvvəlində İzə səələ sahilun bi əzabın vaqi ki, bəxti soruşan, sual eləyən, sual elədi. O böyük əzabın ona vaqi olmalıdır. Özü bir işdədir. Cəmaatın gözünün qabağında gördülər ki, bu adamın başına nədir? Bir dənə daş düşdü. Allah onun əzabını şədid eləsin. Əli ibn Əbi Talib'in mühübbilərinin, dostlarını salamat eləsin. Məhəmmədə salavat işləsin. Allahümme salli ala Muhammed və ali Muhammed. Biz bilirik ki, Buniyəl İslam əla xəmsin İmam Məhəmməd Baqir əleyhissalam və İmam Cəfər Sadiq əleyhissalam və Sail-i Şiyə kitabında, sair kitablarda da o hədis rəvayət olubdur ki, Buniyəl İslam əla xəmsin. İslam dini binananı, yəni özü tapıb, payidar olub 5 şeyin üzərində. Əs-salatu və zəkatu və son vəl-həz və vilayətü əmirəl-mömin vəl-əhimməl-müsəlman. Hər bir şeyin özülü var, qayəsi var. Özüsüz bir şey olmaz ki, özülü zəif olan tez aradan gedər. Yəni bu din ki var, İslam dini, bunun da özülü bu 5 şey üzərində var. Birincisi, əs-salat, yəni namaz, əz-zəkat, zəkat verməğı, əs-son vəl-həz, oruç tutmağı və bir də həcci yerinə yetirmək və vilayət-i əmr-əl-mömin və əyməl-müsəlman. Peyğəmbər sallallahu aleyhi və səlləm dəfələrlə hədis-i səqələn deyərlər ona. Onu təkrarən çoxlu kitablarda var.
həmən bu hədis səqəli Səkkakinin, Tirmizinin, Səhih Müslimdə, Buxarıda bütün bu məzhəb başçıları da rəvayət ediblər. Şafii, Maliki, Həmbəli, Hənəfi, Şiə məzhəbində də bu hədis gəlibdir ki, heç şey şübhə yoxdur. Yəni ki, axtarsalar, baxanlar onu orada nədir? Taparlar bu hədisi ki, İnni tarikun fikum bis-səqələyn kitaballah vəl-itrəti lən yəftəriqə hətta yarida ələyyəl hasu. Əhədumma əfsələ min əhədim. Bəli, iki səngin və ağır olan şeyi sizin aranızda qoyub tərk edib gedirəm. Biri Allahın kitabı, biri də itrətim və əhl-i beytimdir. Bunlar heç vaxt biri-birindən ayrılmazlar. Ta ki, gəlin mənim hozumda mənə mülaqat edərlər, mənə qovşarlar, yetişərlər. Bunların biri digərindən əfsəl üstündür, o biri digəri isə o birisindən üstündür. Allahın kitabı mənim əhl-i beytimdən üstün, əhl-i beytim də həmən o nədir? Allahın kitabından üstündür. Yəni, onlar ikisi də birdirlər. Odur ki, Allahın kitabını bizə çatdıran əhl-i beytdir. Çünki bu Allahın kitabı, yəni Quran-ı Şərif, o əhl-i beytə nazil olur. Rasulullahın evinə nazil olur. Həmən Allah Rasulunun evində kim yaşayır? Əli əleyhissalam öz qucağında böyüyüb Peyğəmbərin. Öz Peyğəmbər əleyhissalam öz elmindən ona bəhrələndiribdir. Qızı xanım Zəhra olur. Həsənən o evdə yaşayıblar. Qur'anı da onlar nedirlər? Təfsirini daha yaxşı, qeyrilərindən yaxşı bilirlər. Salavat edirlər. Allahümmə salli ala Muhammed və ali Muhammed. Bədr-Xumda Peyğəmbər əleyhissalam bu hədisi buyurdu. Mən kuntum Mavlahu fəhaza əliyyum Mavlah. Əli əleyhissalamın əlindən tutub onu o qədər qaldırdı ki, Həzrət Əli əleyhissalam hətta barmaqlarının uzunda bələnçinə durmuşdu. Rasulullahın mübarək qoltuğunun hətta ağlığı nümayan olurdu. Görünür, çünki onlar ağ libas geyinirlər, əkrəm libasındaydılar. Bu cürə hər kəsin mən ağasıyam, Əli də onun ağasıdır. Allahın mən valı mən valahu və adı mən adahu. Allah dost tut o kəsi ki, əlini dost tutar. Allah düşmən tut o kəsi ki, əlini düşmən tutar. Vənsur mən nəsəlahu. Kömək ol o kəsi ki, əliyə kömək olar. Vəxsun mən xəzəlahu. İncit o kəsi ki, əlini xəzil eləyər və incitər. Allah Teala bizi Əli ibn Əbi Talibin mühübbilərindən, dostlarından qərar versin. Həmən orada gəldilər bir-bir, bəli, Əli əleyhissalamla kişilər görüşdülər. Bəxtun ləkə ya Əli, əntə küntə imamına. Mübarək olsun ya Əli, sən bizim imamımız və rəhbərimiz olmuşsun. Həmən bu hədis ki vardır, bütün kitablarda nədir? Qeyd olunur, yazılıbdır ki, inşallah kim qəbul eləyib, xoş alınır. Qəbul eləməyənləri də Allah Teala hidayət eləsin və bizləri də Əli ibn Əbi Talibin vilayətində, məhəbbətində, məvəddətində qərar versin. Məscidin əhlində Allah salamət eləsin. İnşallah. Onlar ki, Şeyx Ağabaşda olmaqla bu məsciddə ibadət eləyib, dünyasını dəyişiblər. Allah onlara da rəhmət eləsin. Cəmaatımıza Allah salamət eləsin. Ölkəmizi, vilayətimizi Allah vətənimizi qorusun, hifz eləsin. Şehidlərimizə də Allahın rəhməti olsun. İnşallah. Haqqı Muhammed və bil-Fatihə. Bismillahirrahmanirrahim. Elhamdülillah.